Mən biraz əvvəl bu informasiyanı diqqətinizə çatdırmışdım. Bir daha yada salıram ki, bugün Bakıda Uşaqlar və Kosmos adlı sərgi müsabiqə keçiriləcək. Bu sərgi müsabiqənin keçirilməsində məqsəd nədən ibarətdir? Hansı şərtlər üzrə keçirilir bu müsabiqə? Ümumiyyətlə, uşaqların formalaşmasında bu kimi sərgi müsabiqələrin rolu, əhəmiyyəti nədən ibarətdir? Biz bu barədə danışıb sizə məlumat vermək istəyirik. Qonağımızla bərabər. Rövşən Əliyev bu səhər bizim studiyamızdadır. Rövşən müəllim Bakı şəhər üzrə Təhsil İdarəsinin əməkdaşıdır. Salamlayıram sizi Rövşən müəllim. Xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Və Rövşən müəllimlə yanaşı bizim balaca dostlarımız da var bugün studiyada. Xahiş edirəm operatorlarımızdan göstərsinlər. Bax bu 5 istedadlı balanı, qarşılarında da öz rəsm əsərləri, öz işləri var ki, sözü gedən bax bu məsələdə, yəni bu müsabiqədə iştirak eləyirlər və birazdan onlarla da yaxından tanış olacağıq. Xoş gəlmişsiniz uşaqlar. Salamlayıram sizi. Rövşən müəllim, buyurun zəhmət olmasa. Bax, bu müsabiqənin, bu sərginin keçirilməsi ideyası hardan qaynaqlanır və nə cür keçirilir? Bildiyimiz kimi 2013-cü il Cənab Prezident tərəfindən Respublikada informasiya, kommunikasiya ili elan olunub. Bununla əlaqədar Park Bulvarda yerləşən Tusi Bohum Planetarium Bakı şəhər üzrə Təhsil İdarəsinə müraciət etmişdi və Bakı şəhər məktəbləri arasında bu müsabiqənin keçirilməsini məsləhət görmüşdü. Təklifi nəzərə alaraq Bakı şəhər üzrə Təhsil İdarəsi bütün Bakı şəhər məktəbləri arasında bu müsabiqəni elan etdi və nəticədə 500-ə yaxın iş daxil oldu müsabiqəyə. Onlardan da 50-si bugün seçilərək sərgi müsabiqədə nümayiş etdirilir. Əsas məqsəd əlbəttə ki, uşaqların kosmos, kosmonavtika, səma cisimləri haqqında biliklərini, dünya görüşlərini artırmaq və bu sahədə, bu istiqamətdə onların rəsm əsərlərini, onların çəkdikləri rəsm əsərlərini xalqa, cəmaata nümayiş etdirməkdir. Rövşən müəllim, yəqin ki, məhz bugün keçirilməkdə də əsas səbəb ondan ibarətdir ki, bu kosmonavtika və aviasiya günüdür. Əlbəttə, bütün kosmonavtika günü elan olunur bütün dünyada və o cümlədən də bizim ölkəmizdə. Bununla əlaqədar bu mövzuya müraciət olunmuşdu və bugün bu sərgi burada nümayiş etdiriləcək. Bu işlər nə cür qiymətləndirilir, kimlər tərəfindən qiymətləndirilir? Sonra deyək ki, o yer tutan uşaqlar necə mükafatlandırılırlar? Yəni bu qayda nə cür icra olunur? Əlbəttə ki, 500 işin içindən 50 işin seçilməsi biraz mürəkkəb məsələ oldu. Bu mövzu da biraz mürəkkəbdir özü-özlüyündə. Ona görə də çətinlik yarandı. Amma buna baxmayaraq bizə Rəssamlar İttifaqının nümayəndələri kömək elədilər. İxtisaslı kadrlar və rəsmlər ixtisaslı kadrlar tərəfindən seçilib nümayiş etdirilir. Yəni peşəkar rəssamlar burada iştirak edirlər, onlar seçirlər, düzdürmü? Bəs uşaqlar bu 500 nəfər ki deyirsiniz, onlar Azərbaycanda yoxsa təkcə Bakının müxtəlif məktəblərindən iştirak edən uşaqlardır? Təkcə Bakıdan söhbət gedir, Bakı məktəbləri burada iştirak edir, məktəbləri və məktəbdən gələn müəssisələrdə fəaliyyət göstərən dərnək üzvləri iştirak edirlər. Bəs gələcək üçün miqyasını bir qədər genişləndirmək düşünürsünüzmü bu cür sərgi müsabiqələrin? Yəni bütün Azərbaycanı da deyək əhatə eləsin. Biz Bakı şəhər üzrə Təhsil İdarəsi olaraq Bakı şəhərinə xidmət göstəririk. Yəni gələcəkdə əlbəttə ki, ümumiyyətlə Respublika sərgilərində Bakı şəhər məktəbləri dəfələrlə iştirak etmişlər və bundan sonra da iştirak etməyə hazırlaşırlar. Yaxın gələcəkdə Ulu Öndərimiz, deməli Heydər Əliyevin 90 illiyi ilə əlaqədar rəsm müsabiqəsi elan olunub və ona bizim məktəblər hazırlaşırlar. O müsabiqədə müvəffəqiyyətlə iştirak edəcəklər. Aha, aydındır. Rövşən müəllim, icazənizlə mən dostlarımızla da tanış olum. Baxın, indi biz sizlə söhbətimiz əsnasında onların əl işlərini göstəririk və müxtəlif yaş qrupuna, kateqoriyasına aid olan uşaqlardır burada. Mən istəyirəm tamaşaçılarımız onları da yaxından tanısınlar. Uşaqlar, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Buyurun, bax, mikrofonu bircə-bircə ötürün biri-birinizə və özünüz haqqında məlumat verin. Adın nədir, soyadın nədir, bax, hansı işlə bu müsabiqədə təmsil olunursan, ümumiyyətlə uğurların varsa bir qədər tanış elə bizi o uğurlarından, buyur. Mən İsmailzadə Nərmin, 238 sayılı orta məktəbin 8-ci sinif şagirdiyəm. 5 ildir Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzində rəssamlıqla məşğul oluram. Bir çox sərgilərdə iştirak etmişəm. ABŞ-a, Yunanistana, Fransa, Çexiya, Polşaya şəkillər göndərmişəm. 2011-ci ildə ABŞ-da keçirilən ən sevdiyim idman növü mövzusunda keçirilən müsabiqədə birinci yerdə Vaşinqtona dəvət almışam. Bu da Vaşinqtondan
qazandığım Aha, bu sənin diplomumdur. mükafatındır Vaşinqtondan əldə elədiyin. Ay, bravo. Təbrik edirəm səni. Qırğızstanda keçirilən müsabiqədə də birinci yer tutmuşam. Bundan başqa Belarusiyada keçirilən müsabiqədə diploma layiq görülmüşəm. Bu ildə Yunanistanda keçirilən 4-cü Biennale müsabiqəsində birinci yer tutub qızıl medala layiq görüldüm. Neçə yaşın var sənin? 15. 15 yaşında maşallah sən nə qədər müsabiqədə iştirak Ümumiyyətlə eləmisən? 31 diplomum var. 31 diplomu var. Qızıl medaldır o, düzdürmü? Yunanistanda bunu sənə təltif ediblər, hə? Bax bu qızıl medalı da göstərək. Çox sevindiricidir ki, bizim Azərbaycanımızın bax bu cür istedadlı balaları var. Özdə hər sahədə var bu balalar. İstər idmanda, istər musiqidə, istər incəsənətdə. Bu sərgidə necə oldu ki, sən iştirak eləyəsi oldun? Bildiyimiz kimi bu gün 12 aprel insanlıq tarixində önəmli bir gündür. Yuri Gagarin bəşər tarixində ilk dəfə kosmosa uçub və bununla da kosmosun fəthi erasının əsasını qoyub. Bununla əlaqədar da sərgi keçirildi və mən də bütün sərgilərdə iştirak elədiyim üçün düşündüm ki, burada da uğur qazana bilərəm və burada əsasən Yuri Gagarini və daha sonra Amerikalı kosmonavt Alan Shepard'ı göstərməyə çalışdım. Sənin işin hansıdır bunlardan? İkinci yoxsa birinci iş? Üçüncü, oradan üçüncü. Xahiş edirəm göstərsin bizim operatorlarımız həmin işi. Çox rənglərdən istifadə eləmişsən orada, müxtəlif rənglərə yer vermişsən. Yəni bu sənin öz düşüncəndir, özünün göz baxışlarındır. Ümumiyyətlə bütün şəkillərimi rəngarəng çəkirəm. Bütün şəkillərdə belə rəng çalarlarına hə üstünlük verirsən. Üçüncü şəkil o başdan xahiş edirəm göstərək. Bax bizim bu danışan balamızın şəklidir. Mən bir şey söyləyim əziz tamaşaçılar. Çox onurlanıram, çox sevinirəm. Bizim balalarımızı bu cür görəndə nəyə görə? Fikirlərini çox sərbəst bir şəkildə ifadə etmək bacarığında olan uşaqlar etiraf eləyək ki, bugün azdır. Və görün bax bu uşaq nə qəşəng danışdı. Adın nə idi sənin? Nərmin. Nərmin. Gör nə gözəl danışdı. Nə qədər təmiz və rəvan bir şəkildə fikirlərini ifadə etdi. Çox sağ ol. Mən təbrik edirəm səni. Uğurların çox olsun və bu müsabiqədə də yaxşı yer tutmağı arzu edirəm sənə. Mən təşəkkür edim. Təhsil aldığım 238 sayılı məktəbin direktoru İlqar Talıbova, o cümlədən bütün müəllim kollektivinə, həmçinin müəlliməm Leyla Vəliyeva və Nərmin Abdullayevaya. Çox sağ ol. Buyur, ötürək dostuna mikrofonu. Sənin adın nədir? Mən Məmmədzadə Cəfər 298 saylı orta məktəbin şagirdi 9 sinfindən oxuyuram. Cəfər, hansıdır sənin işin bunların arasında? Mənə deməmişlərdi, ona görə gətirməmişəm şəkillərdən. Amma müxtəlif sərgilərdə iştirak etmişəm. Yəni yer tutmusan da indiyə qədər yəqin ki o iştirak elədiyin sərgilərdə, hə? Lap yaxşı. İndi necə inanırsanmı bax bu sərgidə də müvəffəqiyyət əldə eləyəcəyinə? Yəqin ki, inanıram əlbəttə. İnşallah. Əlbəttə, inam çox vacibdir. Ümumiyyətlə, hansı müsabiqədə, hansı sərgidə iştirak edirsinizsə eləyin, amma inanın özünüzə. Çünki əsas uğurun açarı həmin o inamdadır. Səndə həvəs hardandır? Bunu valideynlər deyək ki, səni yönəldib, yoxsa özündə olub bu istək? Özümdə olubdur bu istək. Uşaq vaxtından marağım olduğuna görə, ona görə sənəti seçmişəm. Və gələcəkdə də davam eləmək fikrindəsən, yoxsa hələ ki bir hobbi olaraq işlədirsən? Hələ ki hobbi olaraq işlədirəm. Çox yaxşı, uğurlu olsun. Hər halda çox qəşəng bir hobbin var və bundan uğur qazanırsansa lap yaxşı. Uğurlar arzu edirik biz sənə. Buyur, ötürək mikrofonu, tanış olaq. Mən Həsənli Şərmin 41 nömrəli texniki mərkəzin Bazarqılı Əllər Dərnəyindən qatılmışam. Özüm isə 274 saylı məktəbin 8C sinfində oxuyuram. Mən də bugün ilk milli peykimiz kosmikə göndərildiyinə görə mən də bu rəsmdən burada rəsm əsərimi çəkdim və beləliklə qalib çıxdım. Sənin bəs necə var burada işlərin? Mən də birinci iş səninkidir. Lap yaxşı. Nəyi ifadə etmək istəmirsən həmin o işdə? Mən orada fəza cisimlərini, kosmik gəmini burada göstərmək istəmişəm. Və buna müvəffəq olmusan. Çünki baxanda artıq şəkildə anlaşılır ki, istədiyin nədir, yəni çatdırmaq istədiyin nədir. Çox yaxşı. Ümumiyyətlə, hansı mövzularda sevirsən rəsm çəkməyi? Mən əsasən bütün mövzuların hamısını çəkmək xoşum gəlir. Belə çoxlu rəsm müsabiqələrində iştirak etmişəm. Fəxri fərmanla, diplomla tərtib olunmuşam.
Çox yaxşı. Ondan sonra Müvəffəqiyyətlər arzu edirik sənə. Sağ ol. Uğurlar arzu edirik. Ötürək bax bu qəşəng qıza. Görün nə gözəl saç düzümü var. Bunu nə qəşəng bəzəyib göndəriblər bizim verilişimizə. Sənin adın nədir ay Məstan? Babayev Arzu Famil qızı, İlqar Əbləzanov adına 43 saylı orta məktəbin 2 sinifində oxuyuram. Ay maşallah, sən elə bil ki 3 dənə institut bitirmisən ya artıq. Elə qəşəng-qəşəng danışırsan ki. Əla. Sən mənə de görüm, sənin bax var burada işlərin yoxsa yox? Deyib budur. Budur sənin işin. Lap yaxşı. Bax bu iş bizim qəşəng balamız Arzunundur. Arzu, burada sən nəyi ifadə eləmək istəmirsən, nəyi çatdırmaq istəmirsən? Bir danış bizə biraz bu şəklindən. Burada planetləri təsvir eləmişəm. Raketa, sonra göydə üçün gözə görünməz tarelkanı. Ay sağ ol. Sən birinci işindir bu, yoxsa buna qədər sən cürbəcür sərgilərdə iştirak eləmisən artıq? Bunda sərgilərdə, cürbəcür sərgilərdə iştirak etmişəm. Aha, iştirak eləmisən. Yer tutmusan, yoxsa elə sadəcə deyək ki, ruhlandıran mükafatlar veriblər sənə, yoxsa o birinci, ikinci, üçüncü yerlər kimi yerlərə layiq görülmüsən? Mənim hüquqlarım adlı rəsm müsabiqəsində 2-ci yerə layiq görülüb diplom almışam. Ay, yaxşı eləmisən. Ay Allah, sən nə şirinsən. Sən mənə de görüm, ay Arzu, sən rəssam olmağı istəyirsən, yoxsa hələlik fikirləşməmisən bu barədə? Rəssam olmağı istəyirəm. İstəyirsən rəssam olmağı. Mən sənə uğurlar arzu edirəm. Mən istəyirəm ki, sən gələcəkdə bizim böyük rəssamlarımızdan biri olasan. Hə, sənin müəllimin kimdir bəs? Səni kim öyrədir? Nərdiz müəllim, rəsm müəlliməm, Rəhlə müəllimədir. Neçə O ildir? mənim əlimdən tutub rəsmin incəliklərini mənə öyrədib. Doğrudan. Allah, çox xoşuma gəldi. Sən mənə de görüm, sənin bəs bax bu rəsm işi ilə neçə ildir məşğul olursan? Bir balacalıqdan, körpəlikdən yəni mənim rəsm çəkməyə həvəsim var. Sən yaman tez böyümüsən. Sən nə vaxt çatdırdın belə balaca olmağı, böyüməyə, hə? Gəl mən səni bir öpüm. Gəl bura. Gəl bura, gəl mənim yanıma. Ay sağ ol. Oy, Allah səni saxlasın. Allah səni saxlasın. Hə, kömək eləyək. Allah saxlasın bizim bu cür balalarımızı. Çox sağ ol Arzu. Uğurlar arzu edirəm mən sənə. Qəşəng balasan sən, şirin balasan və sənin əlindən o fırçan heç vaxt düşməsin. Yaxşı. Ötürək yanındakı dostuna. Hə, buyur, sənlə də tanış olaq. Salam, mən Allahverdi Xəlilov adına 263 saylı tam orta məktəbin 7E sinifində oxuyuram. Adım Elmar Həsənov və mən bu rəsm müsabiqəsində iştirak etmək istədim və öz rəsmimi sərgiyə çıxartdım və yəqin ki, bu çox gözəl nailiyyətlərdən biri olaram. Burada var sənin işlərindən? Budur sənin işin. Çox yaxşı. Hamınız bu mövzuda işləmisiniz. Özdə maraqlıdır ki, hamınızın da işlərində fərqlilik var. Bu yaxşıdır ki, təkrarlanmısınız biri-birinizi. Məna eynidir, amma yanaşma cürbəcürdür. Bu özü gözəldir. Və mənim rəsmimi yəni təltif edən sizə və müzifər heyətinə təşəkkürümü bildirirəm və özüm də güləşlə məşğul olam. Amma çəkdiyimə görə məktəbdə mənə verdilər bu rəsmi çəkim və güləşdə də nailiyyətlərim var mənim. Çox yaxşı. Sənə uğurlar arzu edirik əzizim. Təşəkkür edirəm mikrofonu vermənə. Bax belə, biz bu sərgidə, bu müsabiqədə işlərini təqdim edən bu qəşəng balalarımızla tanış olduq. Maşallah, hamısı da söz demək gücündədirlər, qüdrətindədirlər. Rövşən müəllim, bu çox sevindirir məni ki, bizim uşaqlarımız belə fikirlərini ifadə edə bilirlər. Təki çox olsun belə uşaqların sayı və nə cür mükafatlandırılırlar bunlar. Bir ona da aydınlıq gətirin və təşəkkür eləyək sizə. Bugünkü müsabiqənin nəticəsi olaraq deməli Azərbaycan Sənaye Bankı və Azərsun Holding tərəfindən hədiyyələrlə bizim gənc rəssamlar mükafatlandırılacaqlar. Və bugün saat 12-də baş tutacaq tədbirdə, Tusi Bohum Planetariumda baş tutacaq tədbirdə Bakı şəhər məktəbliləri, onların valideynləri və müəllimləri iştirak edəcəklər. Eyni zamanda həm Bakı şəhər üzrə təhsil idarəsinin rəhbərliyi, həm də Tusi Bohum Planetariumun rəhbərliyi iştirak edəcək. Çox yaxşı. Rövşən müəllim, müvəffəqiyyətlər, uğurlar diləyirik sizə və biz, əziz tamaşaçılar, bir daha yada salıram ki, bugün Bakıda Uşaqlar və Kosmos adlı sərgi müsabiqə keçiriləcək ki, bu sərgi müsabiqə ilə bağlı sizə belə qısaca da bir məlumat olsa da təqdim elədik. Mən Arzudan xahiş edəcəm. Arzu yaxınlaşsın bura. Bizim digər uşaqlar yəqin ki, məndən inciməzlər. Nəyə görə? Çünki onlar biraz böyüdülər. Arzu balacadır, çox şirindir. Mənim balaca bir hədiyyəm olacaq Arzuya. Yaxınlaşsın bizim yanımıza. Arzu, gəl bura, qəşəng bala.
Can, gəl bura. Gəl bura. Sən nə şirinsən, sən də qəşəng balasan. Arzu, mən çox şad oldum səninlə tanış olmağa. Bax, sənin mən müvəffəqiyyətlərini, uğurlarını istəyirəm çox olsun ki, biz də həmişə onlar haqqında danışaq burada. Yaxşı? Deməli, əziz dostlar, bizim proqramımızın sponsoru bilirsiniz ki, Bermud City-dir və Bermud City bu cür gold kartlar təqdim eləyir. Bax, bu gözəl bir fürsətdir. Bütün tamaşaçılarımız belə bir gold kartları əldə eləyirsiniz və orada alış-veriş eləyəndən sonra xüsusi bonuslar yığılır və bu bonuslara görə sonradan sizə güzəştlər də olunur və müəyyən məişət avadanlığını, hətta bonuslar yetərincə yığıldıqda pulsuz əldə eləmək imkanınız var. Sən maşallah evdə ümumiyyətlə işləməyi xoşlayırsan, ev işlərində belə kömək edirsən mamaya. Ay, sağ ol, əla. Mən bunu sənə verirəm, bunu valideynlərinə verərsən, ya papaya, ya mamaya. Yaxşı, gedərsiniz Bermud City-dən, qəşəng şeylər alarsınız. Sənin üçün qəşəng qaz, sənin üçün nə bilim qəşəng paltaryan maşın, nə bilim alsınlar hamısını, və orada sizin üçün yaxşı güzəştlər eləyəcəklər, bax bu karta görə. Gedib deyərsən ki, bunu mənə Salih əmi verdi. Yaxşı, buyur əzizim, çox sağ ol, təşəkkür edirəm sənə. Allah səni saxlasın. Get dostlarımın yanına. Belə əziz dostlar, bax tanış olduq biz daha bir qəşəng balamızla və belə mükafatlandırdıq onu. Sözsüz ki, bizim digər dostlarımız da mükafatların ən yaxşısına layiqsiz, amma o balacadır deyə ona verdim. Yəni incimədiniz ki. Ay sağ ol, çox sağ olun. Əzizlərimiz, biz davam edirik proqramımıza və reklamların zamanıdır indi. Mən sponsorlarımızdan bəzi məlumatlar verim sizə. Oksigen Klinik Xəstəxanası bizim proqramımızın baş sponsoru.